Bakı Ekspo mərkəzində keçirilən 11-ci beynəlxalq kitab sərgisi çərçivəsində Milli Məclisin deputatı, əməkdar jurnalist İmamverdi İsmayılovun Bayquş və Qaravulçu adlı kitabının təqdimatı və imza günü keçirilib. Tədbir Qanun Nəşriyyatının təşkilatçılığı ilə Bəxtiyar Vahabzadə təqdimat zonasında baş tutub. Təqdimatda millət vəkilləri, media nümayəndələri, ədəbiyyat sevərlər, gənc yazarlar və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən İmamverdi İsmayılov əsərin yaranma tarixi, ideya məzmunu və əsas mövzuları barədə məlumat verib. Müəllif bildirib ki, Bayquş və Qaravulçu insanın daxili aləmi, vicdanı, mənəvi mübarizəsi və cəmiyyətlə münasibətləri haqqında fəlsəfi düşüncələri özündə əks etdirir. Deputat vurğulayıb ki, əsərdə təqdim olunan hadisələr real həyat müşahidələrinə və müəllifin uzun illik jurnalistika təcrübəsinə əsaslanır. Görüş zamanı müəllif oxucularla səmimi söhbət edib, onların suallarını cavablandırıb və imzalı kitablarını hədiyyə edib. Magik realistik üslubda qələmə alınan Bayquş və Qaravulçu hekayəsi müasir dünyanın bir çox qlobal problemlərinə güzgü tutur. Əsərdə insanlığın gələcəyi ilə bağlı narahatlıq, zərərli arxetiplər, ata-övlad münasibətləri və xilas yolu axtarışları kimi dərin mövzular təsvir olunub. Hekayə oxucular tərəfindən böyük maraqla qarşılanıb. Elm və ədəbiyyat xadimləri tərəfindən geniş şəkildə təhlil edilib. Kitabda həm hekayənin tam mətni, həm də onun haqqında yazılmış müxtəlif ədəbi rəylər toplanıb. Qeyd edək ki, İmamverdi İsmayılov 1958-ci ildə Zəngilan rayonunun Vənətli kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Kirpi Satirik jurnalında və Azərbaycan Dövlət Televiziyasında redaktor, şöbə müdiri vəzifələrində çalışır. Qızıl Qələm mükafatı laureatı olan İmamverdi İsmayılov Azərbaycan Respublikasının əməkdar jurnalisti, həmçinin şöhrət ordeni ilə təltif olunub. Hazırda Milli Məclisin deputatı kimi ictimai-siyasi fəaliyyətini davam etdirir. Tədbirin sonunda oxucular Bayquş və Qaravulçu əsərini müəllifin imzası ilə əldə ediblər. Bu İmamverdi İsmayılovun kitabının sərgisi deyil. Bu Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin, Azərbaycan mədəniyyətinin və cənab prezidentimizin həyata keçirdiyi çox möhtəşəm siyasi nəticəsidir ki, bugün Azərbaycanımızın bu gözəl sərgi məkanında müxtəlif kitabların sərgisi keçirilir, o cümlədən də mənim. Amma mən bunu ədəbiyyatımıza, sözümüzə qiymət kimi dəyərləndirirəm. Mən həmişə qəlbimi sıxırdı bir söz adamı, yazıcı olaraq. Nə üçün bizim kitab mağazalarımız azdır, nə üçün bizim sərgilərimiz az təşkil olunur. Amma bugün bu sərgiləri, bu geniş oxucu kütləsini, bu ajitajı, bu sevgini, rəğbəti görəndən sonra qəlbim qürur ilə yaşayır ki, bəli, sözümüz yaşayır, ədəbiyyatımız yaşayır, dövlətimiz ədəbiyyatımızın, sözümüzün keşiyindədir. Ona görə də fürsətdən istifadə edib, mən hekayəmin qayəsinə qayıtmaq istəyərdim. Dövlətlər qana boyanıb, sərhədlər pozulub, silahlar atılır, mərmilər atəş açır, yerlə göy silahla doludur. Amma Azərbaycan müstəqil dövləti, azad dövləti, xoşbəxt bir xalqın insanları, xoşbəxt bir cəmiyyətin övladları artıq burada sərgi salonundadılar. Kitab oxuyurlar, sözün işığına yığılıblar, azaddılar, toy büsatlıdırlar, xoşbəxtdirlər. Bu xoşbəxtliyi, toy büsatı və sözə, müqəddəs sözə hörməti bizə verdiyinə görə Azərbaycan prezidentimizə, cənab İlham Əliyevə, çox hörmətli Mehriban xanımına hamına minnətdarlığımı bildirərdim. Şəmistan Fikrətli Elbrus İsmayılov, Bugün informasiya proqramı üçün.